Ermənistan yalnız xain qonşu deyil, həm də barbardır. Uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan bu ölkənin törətdiyi vəhşilikləri Dünya Birliyi açıq-aydın görsə də qəbul etmək istəmir. Hər gün işğaldan azad edilən ərazilərdən videolar yayımlanır. Bu barbarlığı görməzdən gəlmək isə sözün yumşaq mənasında vicdansızlıqdır. Zəngilan rayonunun Çöpədərə kəndi Bakı-Mehri yolunun sağında Sobul çayının üstündə dağətəyi ərazidə yerləşir. Çəpədərə variantında da qeyd alınıb. Yerli halinin məlumatına görə yaşayış məntəqəsi Cənubi Azərbaycanın Çəpədərə kəndindən köçüb gələn ailələr tərəfindən salınıb. Tədqiqatçılara görə toponimin düzəldiyi çəp sözü türk dillərində xırda daşlı və qumlu, bitkisiz dağ yamacı, dərə isə mənfi relief forması mənalarını verir. Xırda daşlı, qumlu, bitkisiz dərə deməkdir. Rüyamda gördüm səni, çağırırdın hey məni, gələ bilmirəm inan, tək qalanım Zəngilan. 1993-cü ildən başlayaraq 27 il Ermənistan işğalında olan Zəngilan rayonunun Çöpədərə kəndi hazırda xarabalığı xatırladır. Kəndin bütün evləri sökülüb, infrastrukturu dağıdılıb. İnanıram bir gün mən öpəcəyəm əlindən, çiçəyindən, gülündən, mehribanım Zəngilan. Çöpədərə kəndi Müzəffər Azərbaycan ordusu tərəfindən 22 oktyabr 2020-ci ildə erməni işğalından azad edilib. Yaxın gələcəkdə bu kənddə yenidən qurma işləri aparılacaq. Kəndin sosial infrastrukturu yenidən bərpa olunacaq. Daha sonra isə Çöpədərə sakinləri öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar. Çağırırdın hey məni, gələ bilmirəm inan, tək qalanım Zəngilan.